öncəki efirlərimizdə mən demişdim, yırtıqların yaranma səbəbi, ondan sonra fəqərət sürüşmələrinin yaranma səbəbləri pasiv həyat tərzi, yəni belimizin əzəllərinin tonusundan düşməsidir. Hərəkətsizliyi. Bəli. Bel əzəllərimiz öz tonusunu itirdikcə onurğaya düşən yük daha da artır. Bizim bədənimizin balansını belə deyim də bölüşdürsək 60-ın 40-a 60% düşür yükümüzün daşıması belin onurğanı saxlayan əzəllərin üzərinə, 40% ancaq skeletin üzərinə. Yəni fəqərələr və onların arasında olan disklər, oynaqlarımız, sümüklərimiz. Bu normal şərtlər daxilində hansı ki bizim əzələlərimizin tonusu yüksək səviyyədədir və onurğanın skeleti bu yükü daşıya bilir. Düşünün bir müddət sonra hansı ki pasiv həyat tərzi, demirəm, bəzən də buna artıq çəkidə kömək yolu daha da dəstəkləyir. Ağır şey qaldırmayan xəstələrdə də deyirsiniz vura ala bilər. Bəli, bunun yeganə səbəbi bu balansın pozulması. Yəni əzələrin zəifləməsi, bütün yükü onurğanın üzərinə düşməsi. Belə durumda onurğa bu yükü daşıya bilmədiyi üçün artıq sıxılmadan disk hər hansı bir boş yerindən, hər hansı bir zəif yerindən partlayaraq içərisində... Nigar xanımda bu səbəbdir də, hündür daban ayaqqabı geyinməsi. Hündür daban ayaqqabı bir də dediyim kimi böyük ehtimal ki əzəllərdə zəifləmə.